Salamlar, vaxtınız xeyir olsun. Mən adı Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, ali təhsil müəssisələrinə hazırlaşmaq yolunda olan, xüsusən 10-cu və 11-ci sinif şagirdlər və onların valideynləri ekrana yaxın əyləşsinlər. Məsələ və ya mövzu nəyin ətrafında olacaq, indi biləcəksiniz. Deməli, adətən abituriyent dönəmində olan bəzi şagirdlər eşqə düşmək kimi belə bir hallar yaranır. Ya da, məsələn, hər hansı pis vərdişlərə doğru getmək. Pis vərdişlər deyəndə bunlar nələrdir? Baxırsan, 10-cu, 11-ci sinif uşaqdır. Hazırlığa gedəcək. Yanındakı bir nəfər buna deyir ki, beynini biraz dincəlmək üçün papirosdan istifadə edir, yəni siqaretdən. Uşaqdır da, götürür birini çəkir və salam. Qurşandı ona, narkotikdən ən pis bir şeydir o. Siqaret, papiros. İstifadə elədin, getdi ömrünün axırına qədər. Tərk çox çətindir. İndiki ondan asılı olma qədər insanlar var. Yaxud başqa bir hal. Bir qızdan xoşu gəlir, ya da qızın oğlandan xoşu gəlir. Zamanla buna nifrətə çevrilməsinə söhbət gelmir. Bunlar da uşaqlar. Və zamanla və dərs qalır bir yanda, əlində telefon var axı. Başlayırlar yazışmalar, deyib gülmələr. Bir şey bilin ki, 10-cu 11-ci sinif qız ilə 10-cu 11-ci sinif oğlan arasında dağ-dələ qədər fərq var. Qızların düşüncələri oğlanların düşüncələrindən o yaş dönəminə görə çox inkişaf eləmiş olur. Və təhsil ittibatdır. Valideyn bədbəxt nə bilsin ki, övladı dərs oxumağa mı gedib, yoxsa gedib burada qızın söhbət eləməyə mi gedib? Burada bəzilərindən təbii ki, söhbət gedir. Və bir şey də unutmayın ki, həmin yaş dönəmində papirosun əlavə təkcə pis vərdişlər o deyil. Məsələn, nədir? Evdə bəzi personalni, yəni stol üstü olan, kompüteri olan bəzi şagirdlər, valideynləri elə bilir ki, övlad dərslə məşğuldur. Məsələn, yükləndi kompüterə, telefonda PUBG, kompüterə yükləndi hər hansı bir oyun vasitələri. Valideyn elə bilir ki, övlad dərs oxuyur, nə bilsin? Bu yazıq nə bilsin? Getdi kuxlasına, qabın qacağının yanına, anası, atası çıxdı, getdi işə. Gəldi, 6 saat otdu ekran qabağında. Oyun, iqralardan falan, bir sıra oyunlardan və bir də ayılır ki, axşamlı dərslər töküşüb qalır. Və burada nə qüvvəyə çıxır? Getdiyi hər hansı bir avtonəqliyyat vasitəsində, avtobusda deyək, və ya məşğələ hazırlıq yerinə ünvana çatmamışdan qabaq variant atmağa. Test isə variantlar at geçsin, valideyni və səhərdə göstərəsin. Elə at ki, orada dəyişiklik elə biləsən. A-nı D eləmək, A-nı E eləmək. Valideyn elə bilir ki, övlad. Valideyn nə bilsin? Çünki diqqət etməlidir ki, bu kompüterdə ən azından hər şeyə abituriyent dönəmində valideynlər, xüsusən övladların anaları buna diqqətlə qulaq assınlar. Müəyyən bir vaxt limiti daxilində. Uşaqlara da ziyandır. Bəlkə də övladlarınız fikirləşər ki, sizə qarşı nifrət düşünürəm ki, belə ana olar. İmkan ver 5 dəqiqədə oynayaq falan belə. Yox. Oynadıram, sən gələcəyini itirirsən axı. Sənə ziyandır. İndiki yaş dönəmində o gözlərinin ağrısını kitaba ver də. Belə, müəyyən şeylərə diqqət etmək lazımdır. Bu yaş dönəmində, abituriyent yaş dönəmlərində. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazа bilərsiniz və yaxud seanslarla bağlı əlaqə saxlaya bilərsiniz.